Hörmətli izləyicilərim, salam və hər vaxtınız xeyirli olsun. Həmişəki kimi bu gün sizlərə Maştağa səsində Zabrat Maştağa şossesinin cəmi 200-250 metr məsafəsində 3 sotun içərisində belə bir 6 qarajlı, 4 otaqdan ibarət evin çəkilişdə gəlmişik. Sakit bir ərazidir, hörmətli izləyicilərim. Yerləşmə yeri yaxşıdır, yola yaxındır yəni. Bu hissəsi girişdir, darvazanı görürsünüz. Yəni burada da rahatlıqla 4-5 maşın saxlanması mümkündür. Yəni öz həyətimizdir. Buranın da ön hissəsini inşallah kim alırsa, mənim fikrimcə ya, bura qəşəng naves olsa, lap ideal olar. Keçən evin qarajını göstərim sizə, hörmətli izləyicilər. Bura qarajdır belə. Yəni rahatlıqla bir maşın saxlamaq üçün də idealdır. Evin alt hissəsində otaqlar var, amma alt hissəsi təmirsizdir. Amma yuxarı o birisi mərtəbəsi isə ikinci mərtəbəsi, belə deyək. Tam hazır təmirli evdir. Kommunallardan nəyi var? Qazı, suyu, işığı, hamısı var. Kombinin xətlərinə qədər çəkilib. Ev özü də 13 daşın üstündədir. Evin həm sağ tərəfinə, həm sol tərəfinə keçmək mümkündür, arxa hissəsinə. Bir dənə buranı göstərək zəhmət olmasa. Buradan da evin sol tərəfinə, arxa keçmək olur. Yəni məsafə göz önündədir də. Bir var hasarla bitişik olurlar. Bu məsafəsi vardır. Bundan yaxşı ev. Keçən içərisinə otaqlarla tanış edək sizi. Daxil oluruq evin, belə deyək, ikinci mərtəbəsinə. Bura koridor olan hissədir. Polu laminatdır. Buradan mətbəxdir sağ hissədə. Belə bir mətbəxidir. Yəni təmirdir göz önündə. Full təbirlidir. Şəbəkə stil pəncərələr yerli yerində. Keyfiyyətli materiallardan istifadə olunub tikintisində də. Və buradan keçirik burada. Bu hissədə belə bir qonaq otağıdır. Geniş, böyük, işıqlı qonaq otağıdır. Birbaşa öz həyətinə baxan pəncərəsi ilə bir yerdə. İndi nə qaldı? 3 yataq otağı qaldı. Keçdik yataq otaqlarına. Buradan sol tərəfdə belə bir birinci yataq otağıdır. Ölçü kiçikdir. Yəni kiçik olmasına baxmayaraq əladır. Uşaq otağı kimi istifadə etmək olar. Burada açdıq, birbaşa öz həyətinə baxan pəncərədir. Yəni nə qonşunun həyətinə, hasarına, yəni belə şey yoxdur. Və bu hissədə də sizə buranı göstərək. Belə bir digər yataq otağıdır. Burada da həmçinin birbaşa açdıq, birbaşa öz həyətinə baxır. Bir də oranı çəkək. İstəyirsə kombi demişdik, xətlər çəkilib. Ev sahibinin dediyinə görə istəyən olsa alıcılardan ya özü də qoya bilər kombinə yerləşdirmək. Qiymət söhbəti var. Yəni qiymət aşağı-yuxarı olandan sonra söhbət eləmək olar. Özü də çəkə bilər, ev sahibi, alıcı da qoya bilər. Burada sonuncu yataq otağıdır. Burada həmişə kimi pəncərəsi həyətinə baxır. Ev özü də cütdaşlandır, möhkəm tikilmiş bir evdir. Və sonda əsas məsələ, hamam otağı və sanitar qovşaq. Bu hissədədir. Aksesuarlar da yenə deyim ki, ev sahibi tərəfindən də qoyula bilər, alıcı tərəfindən də quraşdırıla bilər. Və qiymət gördüyünüz bu evə 135.000 manat start olaraq deyilir. Sənəd də paket kupçadır. Ev özü də Zabrat Maştağa şossesinə yaxındır. Yəni marşrut xətlərdir. Burada tam store var, Araz market var, nə bilim, digər obyektlərin hamısına yaxındır. Yerləşməsi çox ideal bir ərazidir. Dediyim kimi, paket kupça, qiymət 135.000 manat. Əgər sizə də bu ev maraqlıdırsa, bioda nömrələr qeyd olunub, əlaqə saxlaya bilərsiniz. Əgər siz də öz evinizi, öz torpaq sahəsiniz varsa, satırsınızsa, yenə də o nömrələrlə əlaqə saxlaya bilərsiniz. Gələk, tam təmənnasız bir şəkildə çəkilişimizi eləyək, səhifədə yerləşdirək inşallah. Sağ olun, salamat qalın.